Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhər ərazisində vətəndaşlarla növbəti səyyar görüş təşkil olunub. Əhalinin problemlərinin yerində öyrənilməsi və operativ həllinə yönəlmiş bu cür görüşlər artıq ənənə halını alıb və mütəmadi şəkildə davam etdirilir. Növbəti səyyar qəbul şəhərin 18-ci mikrorayonunda keçirilib. Görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyatı üzrə idarə müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, həmçinin ərazi sakinləri iştirak edib. Qəbul açıq və şəffaf mühitdə baş tutub. Vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib. Səyyar qəbulların keçirilməsi vətəndaş müraciətlərinə həssas yanaşmanın təmin olunması, yerli problemlərin birbaşa yerində öyrənilməsi və onların operativ şəkildə həllinə nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu görüşlər həm də dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə, ictimai etimadın artırılmasına və sakinlərlə açıq dialoqun daha da genişləndirilməsinə xidmət edir. Səsləndirilən müraciətlərin bir qismi yerində araşdırılaraq, operativ şəkildə həllini tapıb. Digər mürəkkəb və əlavə araşdırma tələb edən məsələlərlə bağlı isə aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Həmin müraciətlərin icrası nəzarətə götürülüb və qısa müddət ərzində nəticə əldə olunmasının vacibliyi qeyd edilib. Sumqayıt şəhəri üzrə vətəndaşların müraciətlərinə vaxtında və obyektiv baxılması, qaldırılan problemlərin mərhələli şəkildə aradan qaldırılması istiqamətində səyyar qəbulların təşkili bundan sonra da davam etdiriləcək. Bu cür görüşlərin keçirilməsi, şəhər sakinlərinin rifahının yaxşılaşdırılması və sosial problemlərin həllinə əlavə töhfə verir. Şəmlistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.